Allah'tan çəkinmək niyə hünərdir? Ona görə ki, asan deyil Allah'tan çəkinmək. Qiyaməti qabaqdadır. Haçan olacaq. Tutum lazımdır ki, çəkinəsən. Bu çəkinməyən insanlar körpədirlər hələ. Bu misal çox demişəm də, möhtərəm qoyunlardan misal çəkir yerdən ki, onları tanıtdırmaqla özümüzün fərqini görək. Görürsən ki, məsələn, doğrudan da belədir, gözünün önündə birini çəkib aparırlar, kəsirlər, o biri qoyun otlayır özü üçün. Başa düşmür nə baş verir. Bilmir nə baş verir. Sonra gətirirsən, özünü də yerə yıxırsan, deyir, məni yerə yıxdı bu. Elə bir qıdıqlayırsan onu məsələn. Əl-ayaq atır. Bıçağı da gətirsən, başa düşmür ki, bunun başını kəsirlər. Bu qorxmamaq, şücayət deyil, anlamamaqdan yaranır. Çox istəyir Allahla belə münasibət qursun. Qorxu yox, sevgi. Yox, Allahla münasibətin bir qorxu müstəvisi var. O mərhələni, o dalanı keçməlisən. Və qorxunun da dərəcələri var, sonradan artır.